Bugün Qarabağ və CSKA Sofia qarşılaşmasının taktiki analizini edəcəyik. Qarabağ ekranda da gördüyünüz kimi 56% topa sahib olub, 12 zərbə vurub. Bunun isə 5-i dəqiq olub. Qarabağ əvvəlki oyunlarındakı kimi ənənəvi taktiki düzülüşü olan 4-2-3-1 ilə meydana çıxmışdı. Rəqib isə tez-tez oynadığı 3-5-2 taktiki düzülüşünə üstünlük vermişdi. Qarabağın oyun qurulumuna baxaq. Bunu xaricilər build-up deyir. Biz burada Qurban Qurbanovun komandanın 2-3-5 kimi meydan yaydığını görürük. Bunu belə göstərim. Solda gördüyümüz Lanqa müdafiədən hücuma kimi gəlir oyun qurulumunda, düz Zubirin yanına kimi. Burada isə Matias Silva, Yankovic və Mkhitaryan yan-yana gəlir. Burada bir üçlü xətt qururlar. İndi isə 2-3-5-i isə oyundan götürdüyüm şəkillərlə göstərəcəm. Burada Varkoni və Bədavinin ikili qurduğunu görürük geridə. Orta xəttdə isə Yankovic, Mkhitaryan və Silvanı görürük. Silva yəni ki, Yankovic və Mkhitaryanın yanına gəlib bir üçlü xətt qurub. Ən sol küncdə isə Zubirə yaxın oynayan Lanqanı görürük. O da dördlü hücuma +1 olaraq qatılıb. Bu da bir başqa şəkildir. Görürük ki, top Bədavidədir. Oyunu demək olar ki, o qurur. Bu səfər isə orta sahədə oyunçular daha geniş yayılıb, Qarabağın oyunçuları. Görürük ki, Yankovic sola daha çox yayılıb. Ortada yenə Mkhitaryandır, sağda isə Silva. Lanqanı da yenə görürük ki, Zubirin yanında durub. İndi isə CSKA Sofiyanın bu 2-3-5 qurulumuna qarşı necə pres elədiyini görək. Burada top Silvadaykən görürük ki, CSKA Sofia Qarabağın yarım müdafiəçisinə birə-bir oyun tətbiq edir. Vitas Kalyoya, Ebong isə Yankovicə birə-bir oyun oynayır. Bu da bir başqa şəkildir. Bu səfər görürük ki, Yankovic daha qabağa gedir. Onun yerinə isə Lanqa daha geriyə gəlir. Bunun səbəbi isə birə-bir presdən qaçmaqdır. Lakin görürük ki, 7 nömrəsi rəqibin yenə də Yankovicə birə-bir oynayır. İndi isə Qarabağ pres formasına baxacağıq. Onu da deyim ki, CSKA Sofia bu presdən qaçmaq üçün uzun topa üstünlük verirdi. Lakin bəzən də qısa paslarla çıxmağa çalışırdı. Məsələn, 10-cu dəqiqədən bir şəkil göstərim. Görürük ki, top qapıcıdakən Zubir Savo ilə eyniləşib ikinci forvet olur. Hər iki müdafiəçilərə nəzarət edir. Qapıcı isə onların arasında boş qalan kanaldan topu Sensiyə verir. Sensi də geriyə dönüb hücuma başladır. Burada isə əslində Kadi Sensiyə pres eləməli idi, lakin şəkildə də görürük ki, Kadi çox gecikib, yəni ki, Sensiyə çox uzaq qalıb. Beləliklə CSKA Sofia Qarabağın presini qırmış olur. Bu da bir başqa şəkildir. Burada da top rəqibin müdafiəçisindədir. Görürük ki, Savo ona pres eləyir. Sefas da artıq oyuna girib, o da solda qalan müdafiəçiyə nəzarətdədir. Orta sahədə isə görürük ki, bir yarım müdafiəçiyə qarşı birə-bir oyun oynayır. İndi isə görürük ki, müdafiəçi topu Kadinin tutmalı olduğu adama verir. Kadi burada səhv müdaxilə eləyir və yerdə qalır. Rəqib isə topu götürüb hücuma çıxır. İndi isə presdən qaçmaq üçün atdıqları uzun toplara baxaq. Bunlardan biri məsələn 12-ci dəqiqədən bir şəkildir. Sonra 13-cü dəqiqədən bir şəkil. Bu da 59-cu dəqiqədən bir şəkildir. Bir də onu nəzərinizə çatdırın ki, bu uzun topları atarkən daha çox Bədavi istiqamətini atırdılar. Buna səbəb isə artan yaşına görə azalmış sürətidir. İndi isə sizə iki top tikisini göstərəcəm. Bunların hər ikisi Kadi ilə bağlıdır. Kadi bu oyun presdə komandaya kömək edə bilməməsi ilə yanaşı, hücuma çıxmaqda da bəzən çox çətinlik yaratdı. Məsələn, 81-ci dəqiqədəki şəkli göstərirəm. Burada Silva Kadiyə bir pas verir. Kadi burada topu yaxşı qəbul edə bilmir və rəqibin 6 nömrəsi ondan topu alır. 87-ci dəqiqədən də bir şəkil göstərirəm. Burada Kalyo Kadiyə verir. Kadi isə topu götürüb pas xətası eləyir və yenə topu itirir. İndi isə tempin yüksəldiyi hissələrdən danışacağıq. Xüsusən də Sefas və Elvinin oyuna girməsi ilə temp daha da artdı. Xüsusən də Elvin tərifləmək lazımdır. Oyuna girər-girməz öz keyfiyyətini göstərməyə başladı. Həm müdafiədə, həm hücumda çox qatqı verdi. Məsələn, bu 78-ci dəqiqədən bir şəkildir. Elvin burada top alır və qabağa gedir. Topu içəri atır. Qapıcıdan geri gələn top Kadin qabağında qalır, lakin Kadi yaxşı qəbul edə bilmir deyə topu itirir. 86-cı dəqiqədən bir şəkil göstərim. Burada kontraya çıxan CSKA Sofiyanı necə dayandırır Elvin görürük. Bu isə son şəkildir. 93-cü dəqiqədəndir. Burada Elvinin necə əla bir pas atdığını görürük. Burada Sefas topu qəbul edir, lakin atdığı yerdə heç kim olmur. Videomuzun sonuna gəldik. Bura qədər izlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olub like atmayı unutmayın.